Təhsil sisteminin ən vacib sütunlarından biri müəllimlərdir. Onların pedaqoji təcrübəsi, dünya görüşü və formalaşdırdığı nəsillərlə cəmiyyətə təsiri danılmazdır. Uzun illər eyni məktəbdə, eyni şagird tipi ilə işləyən müəllimlərin qazandığı praktik bilik və psixoloji dayanıqlıq onları təhsilin sabit sütununa çevirir. Elə bu səbəbdən bir çox hallarda müəllimlərin 65 yaşı tamam olduqdan sonra da fəaliyyətini davam etdirməsinə ehtiyac duyulur. Referans xəbər verir ki, vəkil Turan Abdullazadə mövzu ilə bağlı Modernaza bildirib ki, Əmək Məcəlləsinin 10.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Müəllimlər maksimum 70 yaşadək çalışa bilər. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. İstisna hallar: elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildə 1 ildən artıq müddətdən artıq uzadıla bilər. Lakin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15%-dən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda çalışma müddəti uzadılmış işçilərin sayı 2 ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Müəllimlərin əməkdar müəllim və digər fəxri təltiflər olanların müqaviləsinin uzadılmasına zəmin yarada bilər.